Sirdən necə istifadə edək? Siz qurucusunuz. Cazibə qanunundan istifadə etməklə çox asanlıqla qura bilərsiniz. Bir zamanlar yer kürəsində yaşamış müdriklər və avatarlar öz heyrətamiz əsərlərində yaradıcılıq prosesinin saysız və müxtəlif formalarını bizlərlə paylaşmışdılar. Bəzi müdrik insanlar kainatın necə işlədiyini göstərmək üçün rəvayətlər yaradırdı. Bu rəvayətlərin qayəsi olan müdriklik isə əsrlərlə nəsildən nəslə keçərək əfsanələrə çevrilmişdir. Bu gün hələ də çox insan bu rəvayətlərin əsas mahiyyətini, həyatın əsl həqiqətini dərk etmir. James Rey, Ələddin və onun çırağı haqqında düşünün. Ələddin çırağı götürür, tozunu silir və orada cin peyda olur. Cin isə həmişə eyni sözü deyir. Arzunuz mənim üçün qanundur. Nağılın müasir variantında yalnız 3 arzu tutmaq olar. Lakin siz ilkin versiyanı izləsəniz görərsiniz ki, arzular o zaman heç bir sərhəd tanımırdı. Bunu məcazi mənada götürərək öz həyatımıza tətbiq edək. Bu zaman öz arzusunu diləyən hər hansı bir insan Ələddinə çevrilir. Hər arzunu yerinə yetirməyə hazır olan cin isə elə bizim kainatdır. Müxtəlif rəvayətlər bu gücü müxtəlif cür cin, ilahi güc və ya daima başınızın üstündə duran qoruyucu ruh adlandırırlar. Biz ona istənilən adı verə bilərik. Siz özünüzə daha yaxın hesab etdiyinizi seçə bilərsiniz. Lakin hər bir rəvayət, əfsanə eyni sözü, onun bizlərdən çox böyük olduğunu deyir. Unutmayın, sizin cin həmişə eyni sözü deyir. Arzunuz mənim üçün qanundur. Bu möcüzəvi nağıl həyatınızı və onun hər təzahürünü necə yaratdığınızı sizə başa salmağa çalışır. Cin sadəcə sizin hər bir arzunuzu yerinə yetirir. Cin hər zaman ayıq-sayıq olan, sizin hər sözünüzü, hər fikrinizi, hər bir hərəkətinizi tutan cazibə qanunudur. O hər fikirləşdiyinizin sizin arzunuz olduğuna möhkəm inanır. Cin hər danışdığınızı, hər hərəkətinizi sizin arzunuz kimi qəbul edir. Cin öz sahibinin əmrlərini geri çevirməyən ən sadiq quldur. Bu əmrlər isə sizin arzularınızdır. Siz bir şey haqqında düşündüyünüz zaman cin ləngimədən arzularınızı həyata keçirmək üçün kainatın lingin çəkir və onun hərəkət vasitələri olan insanları, hadisələri və əlaqələri hərəkətə keçirir. Yaradıcılıq prosesi. Sirdə istifadə olunan yaradıcılıq prosesi əhd-i cədiddən götürülmüşdür. Bu çox asan prosesdir. Onun köməyi ilə siz istədiyiniz hər şeyə cəmi 3 addıma malik ola bilərsiniz. Birinci addım istəmək. Liza Nikos. Birinci addım istəməkdir. Kainata göstəriş verməkdir. Kainat düşüncələrinizə cavab verdiyi üçün ona nə istədiyinizi bildirin. Bob Proctor. Əslində siz nə istəyirsiniz? Əyləşin və bütün arzularınızı yazın. Hamısını indiki zamanda yazın. Elə bu misra ilə başlaya bilərsiniz. Mən çox xoşbəxtəm və buna görə şükr edirəm. Daha sonra isə həyatınızı necə görmək istədiyinizi ətraflı açıqlayın. İstədiklərinizi seçmək kifayət deyil. Onun haqqında öncə aydın təsəvvürünüz olmalıdır. İşiniz bundan ibarətdir. Özünüz nə istədiyinizi tam başa düşmürsünüzsə, o zaman cazibə qanunu da arzuladığınızı sizə verə bilməz. Dəqiq olmayan tezliyi şüalandırıb, nəticəsini də qeyri-müəyyən alacaqsınız. Yaxşıca fikirləşin. Siz əslində nə istəyirsiniz? Həyatda istədiyiniz hər şeyə nail ola biləcəyinizə heç bir hədd olmadığına əmin olandan sonra, indi nə istəyirsiniz? Sizin xahişiniz yaradıcılıq prosesində ilk addımdır. Və nə istədiyinizi öyrənib, onu adət halına gətirməlisiniz. Əgər seçim etməlisinizsə və hansı yolla irəliləyəcəyinizi bilmirsinizsə, o zaman yalnız istəyin. Həyata keçilməyən sədd yoxdur. Siz sadəcə istəyin. Dr. Joe Vitale. Bu həqiqətən çox maraqlıdır. Kainat sanki sizin kataloqunuzdur. Siz ona göz gəzdirərək bildirirsiniz. Mən bu təəssüratları yaşamaq istəyirəm. Bu əşyanı istəyirəm və belə bir insanla qarşılaşmağı istəyirəm. Siz öz sifarişinizi kainata edirsiniz. Əslində bu qədər asandır. Dəfələrlə istəmək lazım deyil. Bu kataloqdan sifarişə bənzəyir. Siz bir şeyi yalnız bir kərə sifariş edirsiniz. Axı nəsə sifariş etdikdə onun qəbul edilib edilmədiyi barədə narahat olub sifarişinizin dönə-dönə təkrarlamırsınız.
Bunu bir dəfə edirsiniz. Yaradıcılıq prosesi də eynilə belədir. Siz öz idrakınızda nə istədiyinizi dəqiqləşdirdiyiniz zaman artıq sifariş etmisiniz. Yəni istəmisiniz. İkinci addım inanmaq. Liza Nikos. İkinci addım inanmaqdır. Arzuladığınızın artıq sizinki olduğuna inanın. Malik olduğum hər bir şeyi mən sarsılmaz inam hissi ilə çağırmışam. İnam görünməyən müstəsna hisslərin məcmusundadır. İstədiyinizi artıq aldığınıza inanmalısınız. Onu arzuladığınız andan etibarən onun sizinki olduğuna inanın. İşinizi mütləq inam hissi ilə tamamlamalısınız. Siz sifarişinizi etdiyiniz üçün rahat olun. Onu alacağınıza tərəddüd etməyin və həyatınızdan zövq almağa çalışın. İstədiyiniz şeylərin artıq özünüzünki olduğunu təsəvvür edin. Belə olduqda onların sizə tərəf gəlməsi zəruriyyətə çevrilir. Onların cəzb olunması isə şəraitdən asılıdır. Buna görə də həyəcanlanıb narahat olmayın. Ona olan ehtiyacınızı düşünməyin. Onlar haqqında sizə mənsub və sizin ixtiyarınızdaymış kimi düşünün. Arzuladığınız zaman əgər onların artıq sizinki olduğuna inanır və əminsinizsə, o zaman onu gözlə görünən etmək üçün bütün kainat dəyişəcəkdir. Siz elə danışıb düşünməli və hərəkət etməlisiniz ki, sanki onu elə indi alırsınız. Nəyə görə? Ona görə ki, kainat güzgüdür. Cazibə qanunu əsas fikirlərinizi əks etdirərək sizə geri qaytarır. Buna görə də istədiklərinizi necə qəbul edəcəyinizi təsəvvür edin. Axı fikirlərinizdə öz sifarişinizi hələ də almadığınız boşluq sahəsi varsa, o zaman siz boşluğu və yoxluğu cəzb etməyə davam edəcəksiniz. Arzuladığınızın artıq sizdə və sizin olduğuna inanmalısınız. Təsəvvürlərindəki rəsmlərin həyat hadisələri kimi əks olunması üçün özündə istədiklərini əldə etmiş kimi bir hiss yaradaraq bu tezliyi şüalandırmalısan. Bunu etdikdən sonra səni arzuna çatdırmaq üçün cazibə qanunu bütün halları, insanları və hadisələri əzəmətlə hərəkətə gətirəcəkdir. Tətil səyahəti sifariş etdikdə, yeni ev və ya avtomobil aldıqda əvvəlcədən bilirsiniz ki, onlar artıq sizindir. Həmin vaxtda başqa bir səyahət sifariş etməyəcəksiniz ya da başqa ev və ya ayrı maşın almayacaqsınız. Lotereya udduqda və ya sizə böyük miras qaldıqda bu pulları əlinizə almadan əvvəl onların artıq sizinki olduğunu bilirsiniz. Bu, arzuladığınızın sizinki olduğuna inam deməkdir. Bu elə istədiklərinizə malik olmaq hissi deməkdir. İnanın və hiss edin ki, arzuladığınız hər bir şey sizin olacaq. O zaman cazibə qanunu möhtəşəm bir qüvvə ilə insanları, münasibətləri və hadisələri hərəkətə elə gətirəcəkdir ki, təki siz öz arzunuza çatasınız. Belə bir inanca özünü necə gətirə bilərsən? Təxəyyülünüzün köməyi ilə, uşaq kimi xəyal qurub xülyalarınıza inanın. İstədiyiniz artıq sizdə varmış kimi davranmağa başlayın və onu artıq əldə etdiyinizə inanın. Cin sizin əsas düşüncənizə yalnız sizin istədiyiniz zaman deyil, hər an qarşılıq verir. Ona görə də arzunuzu dilədikdən sonra inanmağa və bilməyə davam etməlisiniz. İnanın ki, istədiyiniz hər şeyə maliksiniz. Sizin ən təsirli gücünüz inancınızdır. Əmin olsanız ki, istədiklərinizi indicə alırsınız, bu zaman baş verənlər möcüzəyə oxşayacaqdır. Öz arzunuzu xəyalınızda cizgiləri ilə görə bilsəniz, hər şeyi əldə etməyi bacaracaqsınız. Yaradıcılıq gücündən istifadə etməyi öyrəndikdən və onun sizə təsir göstərməsinə imkan yaratdıqdan sonra gerçəkləşməyəcək heç bir arzu yoxdur. Bu metod birinə təsir edirsə, deməli digərləri üçün də işləyəcək. Gücün açarı mənimdir, varımdır kimi yalanlardan istədiklərinə malik olmaq üçün istifadə etməkdədir və bu minvalla İçinizə daha çox yaradıcılıq gücü axıdan daha geniş kanallar açılacaqdır. Dr. Joe Vitale. İstədiklərinizin baş verməsi üçün kainat özünü zənginləşdirməyə başlayacaqdır. Jack Canfield. Bizlərdən çoxu istədiklərini necə əldə edə biləcəkləri barəsində heç bir fikirləri olmadığına görə onu arzulamağı belə özlərinə yaxın buraxmır. Bob Proctor. Hətta kiçik araşdırma belə hər hansı bir sahədə uğur əldə etmiş birisinin onu necə əldə edəcəyi barəsində qabaqcadan heç bir planının olmadığını sizə aydın göstərəcəkdir. O sadəcə inadla bu məqsədə doğru getmişdi. Dr. Joe Vitale.
Bunun necə baş verəcəyini, kainatın öz işini necə quracağını bilmək sizə lazım deyil. Siz bunun necə alınacağını, arzuladığınızın kainatın sizə necə verəcəyinin dərdini çəkməyin. İmkan verin, kainat bunu sizin əvəzinizə özü etsin. Bunu necə əldə edəcəyinizi anlamağa cəhd göstərərkən siz özünüzdən inam azlığı tezliyini şüalandırırsınız. Arzuladığınızın sizin özünüzünkü olduğu hissinə artıq inanmırsınız. Hər şeyi özün etməli olduğunu düşünürsən və kainatın bunu sənin yerinə edə biləcəyinə inanmırsan. Necə? Yaradıcılıq prosesində sənə aidiyyatı olmayan bir sualdır. Bob Proctor. Necə olacağını siz bilmirsiniz. Bu sizə əyan olacaqdır. Üsulu siz özünüz cəzb edəcəksiniz. Liza Nichols. Elə olur ki, biz arzuladığımızın gerçəkləşmədiyini görürük və bir növ işimiz alt-üst olur. Biz məyus olub ümidsizliyə qapılırıq. Bu zaman isə biz şübhə etməyə başlayırıq. Öz şübhələrinizi dərk edin və onu sarsılmaz inam hissi ilə əvəz edin. Bütün işlərimin öz yolu ilə getdiyinə əminəm. Üçüncü addım. Qəbul etmək. Liza Nichols. Üçüncü addım və bu prosesin final mərhələsi qəbul etməkdir. Bununla bağlı ecazkar hissləri yaşayın. Bu hissləri dərindən elə yaşamalısınız ki, sanki arzularınıza çatmısınız. Bunu elə indicə edin. Marci Shimoff. Bütün bu proses boyu yaxşı əhval-ruhiyyədə olub, özünü bəxti gətirən adam kimi hiss etmək çox vacibdir. Çünki siz pozitiv köklənərkən istədiklərinizin olduğu tezliyə düşürsünüz. Michael Bernard Beckwith. Bizim kainat daha çox hissiyat kainatıdır. Əgər siz şuurunuzda bir şeyin varlığına inanırsınızsa, ancaq onunla uzlaşan duyğularınız yoxdursa, o zaman sizin arzu etdiyinizə çatmaq üçün tələb olunan qədər gücünüz olmayacaqdır. Siz bunu daxilən hiss etməlisiniz. Öncə istəyin, daha sonra arzuladığınızı artıq aldığınıza inanın. İndi isə sizin görəcəyiniz əsas iş xoş ovqatı qoruyub saxlamaqdır. Kefin kökdürsə, deməli qəbul edici tezliyə köklənmisən. Bütün yaxşılıqları cəzb edən tezlikdəsən və könlündən keçənləri alırsan. Əgər bu sənə xoş hisslər verməyəcəkdirsə, yəqin ki, onu heç istəməzdiniz də, elə deyilmi? O zaman xoş ovqatlı tezliyə köklən və istədiklərini qəbul edəcəksən. Bu tezliyə köklənməyin ən sürətli üsulu olaraq özünə deyə bilərsən: mən indi qəbul edirəm. Elə indi bütün yaxşılıqları həyatıma daxil edirəm. Mən hazırda, arzunuzu deyin, alıram. Bunları hiss et. Özünüzü elə hiss edin ki, sanki istədiyinizi artıq almısınız. Sevimli rəfiqəm Marci tanıdığım ən böyük sir bilicisidir. O hər şeyi duymağı bacarır. O istədiyi hər bir şeyi alacağı təqdirdə nə hiss edəcəyini qabaqcadan yaşaya bilir. Marci öz hissləri ilə arzuladığı hər şeyi gerçəkləşdirir. O arzuladığını necə, nə zaman və harada alacağını anlamağa cəhd göstərmir. O sadəcə həmin hissləri keçirir və onlar onun həyatına gəlir. Beləliklə, bu andan etibarən özünüzü yaxşı hiss edin. Bob Proctor. Əgər bir dəfə öz xəyalınızı gerçəyə çevirə bilmisinizsə, o zaman daha möhtəşəm xəyallar qurmaq istəyəcəksiniz. Əzizim, bu elə yaradıcılıq prosesidir. Dua anında inamla istəyə biləcəyiniz hər bir şeyi alacaqsınız. Dua etdiyiniz zaman arzuladığınız hər bir şeyi alacağınıza inanın və həqiqətən onlar sizin olacaq. Bob Doyle. Cazibə qanununun öyrənilməsi və tətbiq edilməsi arzularınızın xeyli öncədən artıq sizinki olması hisslərini yaratmağa kömək edir. Arzuladığın maşını sürərək onu yoxlama sınağından keçirt. Arzuladığın ev üçün bir şey al. Bu zaman arzuladığının artıq sənin olduğu hissini yarat və bu duyğunu daima xatırla. Arzuladığınıza yaxınlaşmaq üçün atdığınız hər bir addım sözün əsl mənasında özünüzə cəzb etməyə yardımçı olacaqdır. Arzularına çatmadığına baxmayaraq onların var olması hisslərinə bənzər elə gerçək hisslər duya bilərsən ki, həqiqətən öz arzularına çatdığını zənn edərsən və yalnız bu zaman istədiyini ala biləcəksən. Bob Doyle. Ola bilsin ki, bir gün oyandıqda özünüzü arzunuza çatmış görəcəksiniz. O artıq gerçəkləşmiş yaxud onu əldə etmək üçün nə lazım olduğu barəsində ağlınıza parlaq bir fikir gəlmişdir. Belə də fikirləşə bilərsiniz. Onu əldə etmək üçün yalnız bir yolu seçə bilərəm, amma bu yoldan zəhləm gedir.
Siz belə fikirləşirsinizsə, seçdiyiniz yol doğru deyil. İradəmizdən asılı olmayaraq bir çox hadisələr baş verir. Lakin istədiklərinizin tezliyi bu hadisələrdən geciksə, bu vaxt xoş hisslər keçirməlisiniz. Özünüzü şən, gümrah hiss etməlisiniz. Sanki zaman duracaq və siz bütün günü fəaliyyətinizi davam etdirə biləcəksiniz. Fəaliyyət sözü bir çoxları üçün iş sözü ilə eyni məna kəsb edir. İlham verən və iş arasındakı fərqlər bunlardır. İlham verən iş sizin öz arzunuzun qəbul tezliyində olduğunuz zaman gördüyünüz işdir. Əgər hər hansı bir işi həvəssiz edirsinizsə və bu sizi usandırırsa, o zaman öz qəbul tezliyinizdən uzaqlaşırsınız və gördüyünüz bu iş sadə işə aid olur. Həvəslə görülən iş güc tələb etmir və xüsusi ləzzət verir. Çünki siz qəbul etmə tezliyinə daxil olursunuz. Həyatı coşqun axan çay kimi təsəvvür edin. Nəyisə zorla həyata keçirməyə cəhd göstərərkən təsəvvür edin ki, siz axına qarşı gəlirsiniz. Bu isə ağır mübarizəyə bənzəyir. Lakin kainatdan arzu etdiyinizi almaq üçün fəaliyyətə keçəndə sanki çayın axını üzrə gedirsiniz. Bu güc tələb etmir. Kainatın və həyatın axınına düşmüsünüzsə, oradakı fəaliyyətdən alınan duyğular sizdə ruh yüksəkliyi oyatmalıdır. Hərdən bir bu fəaliyyət o qədər xoş ola bilər ki, arzuladığınızı əldə edənə qədər hətta fəaliyyət göstərdiyinizi belə anlamaya bilərsiniz. O zaman siz ətrafınıza nəzər salıb, kainatın sizi öz istədiyinizlə necə bir-birinizə yaxın gətirdiyini anlayaraq möcüzə yaratdığını görəcəksiniz. Dr. Joe Vitale: kainat sürəti sevir, gecikdirməyin, çox fikirləşməyin və şübhə etməyin. Nə vaxt ki imkan, təkan və daxili hisslər var, durmayın, hərəkət edin. Sizin işiniz budur. Payınıza düşən yalnız bunları etməkdir. İntuisiyanıza inanın, çünki sizi kainatın özü ruhlandırır. Kainat sizinlə qəbul etmə tezliyi vasitəsilə rabitədədir. Siz daxili hisslərinizə uyğun şəkildə hərəkət edin. Bu zaman kainatın maqnit sahəsi olaraq sizi və istədiyinizi bir-birinə necə qovuşdurduğunu görəcəksiniz. Bob Proctor: ehtiyacınız olan hər şeyi cəzb edəcəksiniz. Əgər sizə pul lazımdırsa, siz pulu, yox əgər hansısa bir insan lazımdırsa, siz həmin insanı cəzb edəcəksiniz. Konkret bir kitaba ehtiyacınız varsa, onu cəzb edəcəksiniz. Siz cəzb etmək istədiyiniz üzərində diqqətinizi səfərbər etməlisiniz. Çünki arzuladığınızın təsviri beyninizdə qorunub saxlandığı müddətdə siz ona doğru, o isə sizə doğru cəzb olunur. Lakin o arzu fiziki gerçəkliyə yalnız sizin vasitənizlə, sizin içinizdən nöqtə-bə-nöqtə hərəkət edərək yaxınlaşır. Bu isə qanunun tələbidir. Unutmayın, siz maqnitsiniz və hər şeyi cəzb edirsiniz. Öz istəyinizi özünüz üçün dəqiqləşdirdiyiniz zaman siz artıq o arzularınızı cəzb edən maqnitə çevrilirsiniz. Sirri təcrübədən çox keçirdikcə cazibə qanununun istədiklərinizi sizə necə gətirdiyini daha aydın görməyə başlayacaqsınız. Bununla da inamınızın gücü, əminliyiniz və sirrin bilikləri daha çox inkişaf edib möhkəmlənəcək və sizi daha qüvvətli maqnitə çevirəcəkdir. Michael Bernard Beckwith: siz sıfırdan başlaya bilərsiniz. Boşluqdan imkanlar peyda olub yollar görünəcəkdir. Sizə lazım olan siz və konkret arzunuzu gerçək cizgiləri ilə görə bilmək bacarığınızdır. Bəşəriyyət tarixində bu günədək hər bir kəşf və ixtira sadə bir fikirdən başlamışdır. Yalnız bir fikirdən görünməzi gerçəkliyə çevirən ehtimallar doğmuş, yollar açılmışdır. Jack Canfield: təsəvvür edin ki, siz gecə qaranlıqda maşın sürürsünüz. Maşının işıqları önünüzü yalnız 100-200 metr işıqlandıra bilir. İrəli yalnız 200 metr görərək siz Kaliforniyadan New Yorka gedə bilərsiniz. Həyat da qarşımıza eyni ilə bu cür açılır. Addım-addım, növbəti 200 metrin açılacağına inanarsaq, sizin həyatınız da önünüzə gecə gedilən qaranlıq yol kimi açılacaqdır və o necə olduğundan asılı olmayaraq sizi öz məqsədinizə çatdıracaqdır. Kainata etibar edin, inanın və inamı qoruyun. Mən heç cür sirlə bağlı məlumatları kino ekranından necə çıxaracağımı bilmirdim. Mən yalnız qəlbimin bütün gücü ilə, bütün qüdrətim ilə hiss etdiyim, daxilən aydın gördüyüm son nəticəyə can atırdım və filmin yaranması üçün vacib olan hər şeyə nail oldum. İlk addımı inamla atdım. Pilləkəni bütünlüklə görmək vacib deyildir.
qədəminizi sadəcə birinci pilləyə qoymaq kifayətdir. Sir və sizin vücudunuz. Gəlin özünüzü tosqun hiss edib, artıq çəkilərindən xilas olmaq istəyən insanların sirdən, yaradıcılıq prosesindən necə istifadə edə biləcəklərini nəzərdən keçirək. İlk olaraq bunu bilməlisiniz. Əgər bütün düşüncələrinizi çəki atmaq üzərində qurmusunuzsa, arıqlamaq üçün olan ehtiyacınızı hər zaman cəzb edəcəksiniz. Arıqlamaq məcburiyyəti düşüncəsini beyninizdən atın. Siz təkidlə kilo atmaq barəsində düşündükdə, hər zaman belə olmasını davam etdirəcək prosesi cəzb edirsiniz. Elə pəhrizlərin nəticə verməməsi də çox vaxt bu səbəbdən olur. İkincisi, bunu bilməlisiniz. Artıq çəkini onlar haqqında olan daimi fikirlərinizlə siz özünüz yaratmısınız. Başqa sözlə desək, əgər insan artıq çəkidən əziyyət çəkirsə, deməli onun beynində gömbul obrazlar haqqında fikirləri vardır. Arıq obrazlar haqqında fikirləri olan insan heç vaxt kök, tosqun ola bilməz. Çünki bu cazibə qanununa ziddir. Ola bilər ki, sizə maddələr mübadilənizin pozulmasını, qalxanvari vəznin problemini və bədən ölçülərinizin genetik olduğunu deyiblər. Lakin bunlar hamısı gömbul düşüncələrinizin maskalanmasıdır. Deyilən bu səbəblərin doğrudan da sizə aidiyyəti olduğunu düşünürsünüzsə, o həqiqətən həyatınıza gələcəkdir və siz artıq çəkini cəzb edəcəksiniz. 2 qızım doğulduqdan sonra mən artıq çəkidən əziyyət çəkməyə başladım. Mən indi bunun haradan alındığını bilirəm. Mən doğuşdan sonra kilo atmağın, arıqlamağın, hətta ikincisindən sonra isə bunun daha çətin olması ilə bağlı dəfələrlə eşidib və oxumuşdum. Artıq çəkini mən gömbul fikirlərimə uyğun olaraq cəzb edirdim və bu çəki mənim gerçəkliyimə çevrilmişdi. Mən həqiqətən də enlənirdim və bu haqda nə qədər çox düşünürdümsə, bir o qədər də kökəlirdim. Gömbul fikirlərim üzündən kiçik boyumla artıq 80 kiloqram olmuşdum. Mən də hamı kimi çəkinin yeməkdən yığıldığına inanırdım. Amma indiki ağlımla bunun tam cəfəngiyat, üstəlik ziyanverici olduğunu başa düşürəm. Çəki qida qəbulundan asılı deyil. Çəkinin qidadan asılı olduğu bircə fikriniz sizi kökəltməyə bəsdir. Hər şeyin ilkin səbəbinin fikirlər, düşüncələr olduğunu, qalanlarının isə yalnız onların nəticəsi olduğunu yadda saxlayın. Düşünün ki, siz mükəmməlsiniz və bunun nəticəsi də münasib çəki olacaq. Məhdudiyyətlər haqqındakı bütün fikirləri unudun. Siz belə düşünmədikcə qida sizə artıq çəki verməz. Münasib çəkinin təyini belədir. Bu, özünüzü ən rahat hiss etdiyiniz çəkidir. Özünüzdən başqa heç kimin nə düşündüyü əhəmiyyət daşımır. Özünüzü ən yaxşı hiss etdiyiniz çəki sizin ən münasib çəkinizdir. Yəqin ki, sizin də at qədər yeyib, amma həmişə arıq olan bir tanışınız var. O hər zaman mən nə istəyirəm yeyirəm, amma çəkim həmişə normasındadır cümləsini fəxrlə tez-tez bəyan edir. Bu vaxt isə kainatın cini ona qarşılıq verərək deyir: İstədiyiniz mənim üçün qanundur. Mükəmməl vücud və münasib çəkini cəzb etmək üçün yaradıcılıq prosesindən istifadə edin və 3 addım atın. Birinci addım istəyin. Hansı çəkidə olmaq istədiyinizi yaxşıca fikirləşin. Münasib çəkiyə çatdıqda necə görünəcəyinizi xəyallarınızda canlandırın. Sizin belə görüntülü rəsminiz varsa, ona sürəkli nəzər salın. Ancaq belə bir şəkliniz yoxdursa, bəyəndiyiniz qamətli birinin rəsminə tez-tez baxın. İkinci addım inanın. İstədiyinizi alacağınıza, arzuladığınız çəkiyə artıq çatdığınıza inanmalısınız. Özünüzü elə aparın ki, sanki artıq ideal çəkidəsiniz. Siz öz ideal çəkinizə çatdığınızı xəyalınızda görməlisiniz. Öz ideal çəkinizi bir kağıza yazıb tərəzinin üzərinə yapışdırın. Yaxşı olar ki, çəkinizi heç ölçməyəsiniz. Qoy sizin fikirləriniz, sözləriniz və hərəkətləriniz istəyinizlə ziddiyyət yaratmasın. Hazırki ölçünüzə uyğun geyim almayın. Arzuladığınız ölçüdə olan paltarları alacağınıza inanın və o paltarların içərisində özünüzə kənardan baxmağı bacarın. İdeal çəkinin cəzbi də kainat kataloquna sifariş etmək kimidir. Kataloqu gözdən keçirirsiniz, bir çəki seçib sifarişinizi edirsiniz. Daha sonra onu sizə çatdırırlar. Təsəvvürünüzdə ideal bədən quruluşuna sahib olan və hər zaman heyran olduğunuz insanlar üzərində diqqətinizi cəmləyin.
Belə insanları axtarın, yadda saxlayın və əmin olun, siz hər dəfə o mükəmməl vücuda heyranlıqla baxdıqda onu özünüzə cəzb edirsiniz. Artıq çəkili insanları gördükdə isə onlara çox az baxmağa çalışın. Həmin andaca ağlınıza öz ideal bədəninizin təsvirini gətirin və onu dərindən hiss edib duymağa çalışın. Üçüncü addım. Qəbul edin. Yaxşı ovqatda olmalısınız. Vücudunuzdan zövq alıb özünüzü bəyənməlisiniz. Bu çox vacibdir. Çünki indi özünüz haqqında pis fikirləşirsinizsə, o zaman istədiyiniz münasib çəkini cəzb edə bilməzsiniz. İnsanın şəxsi vücuduna mənfi münasibəti olduqda güclü hissdir və bu səbəblə də o bir çox mənfi emosiyaları özünə cəzb edir. Əgər daima siz öz vücudunuzu tənqid edib onda qüsur tapırsınızsa, onu heç vaxt dəyişə bilməzsiniz. Əksinə, daha çox çəki toplayacaqsınız. Vücudunuzun hər kvadrat santimetrinə məftun olun, tərifləyin, razılıq edib onun mükəmməl olduğunu düşünün. Haçan düşüncələriniz vücudunuzun mükəmməlliyi üzərində cəmlənir, nə zaman ki siz ondan zövq alırsınız, o zaman siz ideal çəki tezliyinə yüklənərək onu özünüzə cəzb edirsiniz. Yuval Noah Harari kitablarından birində yeməklə bağlı qəribə məsləhət verir. O yemək zamanı diqqətinizi bütünlüklə qidanın çeynənilməsi prosesinə verməyinizi məsləhət görür. Hazırki dəqiqəni düşünün, diqqətinizi yeməyə verin və başqa bir şeyin ağlınıza girməsinə imkan verməyin. Elə indi öz vücudunuza daxil olun. Bütün hissiyatınızla qidanın çeynənilməsi və udulmasından həzz alın. Yemək yedikdə gələn dəfə belə etməyə çalışın. Yemək zamanı nə vaxt ki öz bədəninizlə tam vəhdət təşkil edirsiniz, o zaman qidanın ətri də xoş təsir bağışlayır. Ancaq ağlınıza başqa nəyinsə girməsinə icazə verən kimi həmin ətir tamamilə yox olur. Mən əminəm ki, əgər biz yemək zamanı fikrimizi bu dəqiqə üzərində toplayıb bu prosesdən həzz almağa yönələrsək, qida çox rahat həzm olacaqdır və nəticə etibarilə bizim vücudumuz mütləq mükəmməl olacaqdır. Şəxsən mənim artıq çəki dərdim daha yoxdur. İndi mən həmişə 52 kiloqram çəkidəyəm və istədiyim hər şeydə yeyirəm. Beləliklə, fikrinizi ideal çəki üzərində cəmləyin. Bu nə qədər zaman alacaq? Doktor Joe Vitale, insanlar tez-tez maraqlanırlar. Bu nə qədər vaxt aparacaq? Nə qədər vaxt lazımdır ki, maşını, münasibətləri, pulu gerçəyə çevirək? Məndə elə bir qayda kitabı yoxdur ki, orada deyilsin. Bu 30 dəqiqə, 3 gün, yaxud 1 ay olacaq. Zaman əsasən sizdən və sizin kainatla nə qədər uyğunlaşmağınızdan asılıdır. Zaman, Einsteynin də sübut etdiyi kimi, sadəcə bir xülyadır. Bu cümləni ilk dəfə eşidirsinizsə, bunu anlamaqda çətinlik çəkə bilərsiniz. Bu ilk baxışda gördüklərinizlə ziddiyyət yarada bilər. Çünki bir hadisə digərinin ardınca baş verir. Lakin kvant fizikləri və Einstein hər şeyin eyni vaxtda baş verdiyini söyləyir. Siz zamanın mövcud olmadığını anlamağa bacardıqda və bu konsepsiyanı qəbul etdikdə gələcəkdən istədiyiniz hər şeyin indi də var olduğunu görəcəksiniz. Əgər hər şey eyni anda baş verirsə, o zaman indi arzuladıqlarınızı əldə etmiş paralel siz versiyası artıq mövcuddur. Arzunuzu gerçəyə çevirmək üçün kainatın ümumiyyətlə zamana ehtiyacı yoxdur. Arzuladığınızın alınmasındakı hər hansı gecikmə sizin bu artıq mənimdir hissinin idrakının inam dərəcəsinə həmən çatmadığınızı göstərir. Arzuladığınızın tezliyinə köklənməyiniz lazımdır. Siz öz tezliyinizə kökləndiyiniz zaman o özü həyatınıza daxil olacaqdır. Bob Doyle, ölçünün kainat üçün heç bir əhəmiyyəti yoxdur. Bizə nəhəng görünən bir şeyi vermək kainat üçün çox kiçik saydığımızdan heç də çətin deyil və bu elmdə də sübut olunmuşdur. Kainatın işində zəhmət 0 dərəcəsində tələb olunur. Bitki əziyyətsiz böyüyür və bunun üçün güc sərf etmir. Nəhəng məna budur. Hər şey beyninizdə nə baş verdiyindən asılıdır. Bu böyük işdir. Bir qədər vaxtımızı alacaq. Bu isə kiçikdir. Cəmi 1 saat yetər, deyə fikirləşərək hər şeyi özümüz təyin edirik. Kainatda bu qaydalar yoxdur. Onları özümüz müəyyənləşdiririk. Arzuladığınıza indi malik olmaq hissini siz yaradırsınız. Kainat nə və necə olduğundan asılı olmayaraq onlara qarşılıq verir. Kainat üçün ölçü və zaman mövcud deyil. Milyonu gerçəkləşdirmək $1 qədər asandır.
Eynilə həmin prosesdir. Birinin az, o birinin çox zaman almasının səbəbi yalnız sizin düşüncələrinizdir. O, milyon dollar, çox puldur. 1 dollar isə çox az. Bob Doyle. Bəzi insanlara kiçik əşyalarla işləmək daha asandır. Biz hərdən deyirik, kiçikdən başlayın. Misal üçün, bir fincan qəhvədən. Bugün bir fincan qəhvəni cəzb etməyi öz məqsədinizə çevirin. Bob Proctor. Çoxdan bəri görüşmədiyimiz köhnə bir dostunuzla söhbətinizin təsvirini beyninizdə yaradaraq onu orada saxlamağa çalışın. Bu və ya başqa şəkildə bir insan haqqında kimsə söhbət açacaqdır. Ola bilər ki, o sizə ya zəng vuracaq, ya da məktub yazacaqdır. Cazibə qüvvəsinin işini öz gözlərinizlə görməyin ən sadə üsulu kiçik bir şeydən başlamaqdır. Eynilə belə etmiş cavan bir insan haqqındakı əhvalatı sizinlə bölüşmək istərdim. O, sirrə baxıb, kiçik bir şeydən başlamaq qərarına gəlmişdi. O, nadir bir quş lələyinin xəyalı təsvirini beynində yaradır. Sonra şübhə etmədən onu ilk baxışdan tanımaq üçün bütün xüsusiyyətlərini təyin edir. Və bu zaman cazibə qanununun şuurlu şəkildə istifadəsi vasitəsilə lələk onun oldu. 2 gün sonra o New Yorkda hündür bir binaya daxil olarkən sanki nəsə onu aşağıya baxmağa məcbur etdi. Orada onun ayaqlarının altında New York göydələninin girişində lələk var idi. Sadə bir lələk deyil, məhz onun təsəvvüründə canlandırdığı lələk. O tamamilə ən xırda nadir xüsusiyyətləri ilə cavan oğlanın beynində yaratdığı təsvirin eynisi idi. Və həmin dəqiqə o tam şübhəsiz anladı. Onun qarşısında bütün gözəllikləri ilə duran cazibə qanunudur. Bu oğlan ağlının gücü ilə nə olmasından asılı olmadan istədiyi hər bir şeyi cəzb etmək kimi möcüzəvi istedadın olduğunu dərk etdi. Sonra bu oğlan cazibə qanununa tam inamla daha böyük şeylərin yaradılışına keçdi. David Schirmer. İnvestisiyalar üzrə məsləhətçi, mürəbbi və rifah üzrə mütəxəssis. Öz avtomobilimi park etmək üçün hər zaman yeri necə tapdığıma hamı təəccüb edir. Mən sirri anladığım dəqiqədən bəri bunu etməyə başlamışam. Mən sadəcə rahat bir yer təsəvvür edirəm və bu halda 95% mənim istədiyimin eynisi olur və mən rahatlıqla ora daxil oluram. Qalan 5% hallarda isə sadəcə əlavə bir dəqiqə kiminsə çıxmasını gözləməli olub, onun yerini tutmuşam. Mən hər dəfə belə edirəm. İndi anlayırsınızmı ki, nəyə görə hər dəfə mən öz maşınım üçün dayanacaq tapıram deyən insan hər dəfə onu tapır və nəyə görə mən bəxti gətirənəm, hər dəfə nəsə uduram deyən isə bir şeyi digərinin ardınca qazanır. İnsanlar bunların olacağını sadəcə gözləyirlər. Əgər arzuladığınız əşyaları və hadisələri gözləsəniz, öz gələcək həyatınızı qurmağa başlayacaqsınız. Öz gününüzü qabaqcadan qurun. Siz cazibə qanunundan istifadə edərək elə indi bugünün növbəti hadisəsinədək gələcək həyatınızı qura bilərsiniz. Brent Smalford böyük mütəfəkkir olub. Əsərlərində cazibə qanunu və onun istifadəsi üsulları haqqında danışaraq sabahki gününün qabaqcadan qurulmasının necə vacib olduğunu göstərir. Haçan ki, öz-özünüzə deyirsiniz, mən xoş bir görüş və ya gözəl bir gəzinti istəyirəm. Bu zaman siz sözün əsl mənasında görüşünüzü və gəzintinizi doğrudan da səmərəli qurmaq üçün təbiətin qüvvəsini və gücünü vücudunuzdan yuxarıya göndərirsiniz. Görüşdən, gəzintidən və ya mağazalara çıxmazdan öncə, əgər ovqatınız pisdirsə və ya hansısa xoşagəlməzliyin olacağından ehtiyat edirsinizsə, özünüzdən qabaq sizə zərər vuracaq düşüncələri göndərəcəksiniz. Bizim düşüncəmiz və ya şuurumuz hər zaman qabaqcadan yaxşını və ya pisi planlaşdıraraq işləyir. Brent Smalford bu sözləri 1870-ci illərdə yazmışdır. Bunu ilk kəşf edən odur. Siz indi hər bir günün, hər hadisənin qabaqcadan düşünülməsinin nə qədər vacib olduğunu görürsünüz. Şübhəsiz, öz gününüzü qabaqcadan qurmamısınızsa, həyat təcrübənizdə ziddiyyət təşkil edən hadisələr olur. Bunun nəticəsi isə qaçmaq və tələsmək ehtiyacına çevrilir. Əgər siz tələsib qaçırsınızsa, sizin düşüncələrinizin qorxu, gecikmək qorxusu üzərində qurulduğunu bilin və buna görə də siz yolunuz üzərində qabaqcadan maneələr yaradırsınız. Əgər tələsməyə davam edirsinizsə,
Bir-birinin ardınca xoşagəlməz əhvalatlar cəzb edəcəksiniz. Hələ bundan əlavə cazibə qanunu gələcək üçün sizi daha çox tələsməyə məcbur edən hadisələr planlaşdıracaq. Sizə dayanmaq və tezlikdən çıxmaq lazımdır. Əgər başınıza daha çox iş açmaq istəmirsinizsə, bir neçə dəqiqə ayıraraq özünüzü dəyişin. Bir çox insanlar əsasən qərb cəmiyyətində zaman itirməmək üçün tələsirlər. Sonra isə vaxt qıtlığından şikayət edirlər. Cazibə qanununa əsasən əgər onlar belə deyirlərsə, həqiqətən də o olmalıdır. Əgər özünüzü zaman qıtlığı ilə bağlı məntiqsiz düşüncələrinizə bağlamısınızsa, elə indi ürəklənib mənim zamanım artıqlaması ilə çoxdur cümləsini bəyan edib həyatınızı dəyişə bilərsiniz. Siz gözləmə müddətindən gələcək həyatınızı qurmaq üçün təsir zamanı kimi istifadə edə bilərsiniz. Gələn dəfə nəyisə gözləməli olduqda zamanınızı faydalı keçirin. Təsəvvür edin ki, istədiklərinizin hamısına maliksiniz. Həyat hadisələrinizin gedişini müsbət hisslərə yükləyin. Gələcək həyatınızın hər bir hadisəsini düşüncələrinizin yardımı ilə irəlicədən müəyyənləşdirmək adətini özünüz üçün təkmilləşdirin. Nə etsəniz, hara getsəniz, özünüzdən qabaq kainatın qüvvəsini, gücünü, öz gücünüzü göndərin və ya digər hadisəni necə görmək istədiyinizi əvvəlcədən ölçüb biçin. O zaman siz şuurlu surətdə həyatınızı yarada biləcəksiniz. Sirlərin qısa məzmunu. Ələddinin nağlındakı cin kimi cazibə qanunu da sizin bütün arzularınızı qəbul edərək yerinə yetirir. Yaradıcılıq prosesi cəmi 3 sadə addımla istədiyinizi yaratmağa kömək edir. İstəmək, inanmaq və qəbul etmək. İstəmək əslində kainatdan öz arzunuz barəsində istəmədiyiniz, özünüzün isə istədiyinizi anlamaq imkanıdır. Siz bunu yalnız özünüz üçün aydınlaşdırdığınız zaman istəyirsiniz. İnanmaq, istədiyinizi sanki artıq almısınızmış kimi düşünmək, danışmaq və hərəkət etmək mənasını verir. Bu tezliyi şüalandırdığınız zaman cazibə qanunu insanları, hadisələri və şəraiti bütövlükdə sizi istədiyinizə çatdırmaq üçün hərəkətə keçir. Qəbul etmək, arzunuzun yerinə yetdiyi zaman hiss edəcəklərinizi əvvəlcədən duymağınız deməkdir. Yaxşı əhval-ruhiyyə sizi arzuladığınızın tezliyinə kökləyir. Çəkinizi endirmək üçün diqqətinizi çəki itirmək və ya arıqlamaq üzərində toplamayın. Bunun yerinə fikrinizi öz ideal çəkiniz üzərində cəm edin. Çəkinizin ideal olduğunu daxilən duya bilsəniz, siz onu həqiqətən cəzb edəcəksiniz. Arzunuzu gerçək etmək üçün kainata vaxt lazım deyil. Milyon dolları gerçəkləşdirmək $1 qədər asandır. Sizə asan görünən bir şeydən başlayın. Məsələn, bir fincan qəhvədən və ya maşını saxlamağa lazım olan bir yerdən. Bu fəaliyyətdə olan cazibə qanununu görməyin ən sadə üsuludur. Kiçik bir şeyi cəzb etməyi dərindən istəyin. Öz gücünüzü hiss etdikdə daha dəyərli əşyaları cəzb edə biləcəksiniz. Öz gününüzü əvvəlcədən qurun. Onu necə görmək istədiyinizi dərindən fikirləşin və şuurlu surətdə öz həyatınızı yaratmağa başlayacaqsınız. Çox təsirli üsullar. Dr. Joe Vitale. Bir çox insanlar hazırki vəziyyətlərində özlərini həbsdəymiş kimi hiss edirlər. Sanki onlar hörümcək toruna ilişiblər və heç cürə oradan qurtula bilmirlər. Hazırda vəziyyətinizin necə olduğunun fərqi yoxdur. Çünki bu sadəcə axıcı bir gerçəklikdir. Axıcı gerçəklik isə sirrin tətbiqi nəticəsində dəyişir. Sizin hazırki gerçəkliyiniz və hazırki həyatınız keçmiş fikirlərinizin nəticəsidir. Öz düşüncə və hisslərinizi dəyişdiyiniz zaman hər şey tamamilə dəyişəcəkdir. İnsanın özünü dəyişməsi və taleyini idarə edə bilməsi düzgün düşüncə tərzinin gücünü göstərən əqli nəticədir. Liza Nikos. Əgər vəziyyətinizi dəyişmək istəyirsinizsə, ilkin olaraq öz düşüncə tərzinizi dəyişməlisiniz. Siz hər dəfə poçt qutusunu yoxladıqda, orada nəyinsə hesabını ödəmək üçün çeklərin olacağını düşünərək nə baş verdiyini tapa bilərsinizmi? Doğrudan da hesab oradadır. Siz hər gün poçt qutusuna onu almaq qorxusu ilə yaxınlaşırsınız. Heç vaxt yaxşı şeyə ümid etmirsiniz. Siz borcdan qorxursunuz və daima onun haqqında fikirləşirsiniz. Deməli, bu borc mütləq gəlməlidir ki, siz təəccübdən ağlınızı itirməyəsiniz.
Hər gün siz öz düşüncənizi təsdiq edərək gücləndirirsiniz. Görəsən borcum varmı? Bəli, var. Hesablar gələcəkmi? Bəli, gələcək. Nə üçün? Ona görə ki, siz artıq onun orada olduğunu gözləyirsiniz. Bu ona görə gerçəkləşir ki, cazibə qanunu hər zaman sizin düşüncələrinizə itaət edir. Özünüzə bir lütfkarlıq edin. Orada pul çəkinin olduğuna ümid edin. Ümid ən güclü cəzbedici qüvvədir. Bob Proctor'un da dediyi kimi, arzu sizi arzuladığınızla bağlayır. Ümid isə onu həyatınıza cəlb edir. İstəmədiyinizi deyil, istədiyinizi görməyə ümid edin. Bəs indi nəyi gözləyirsiniz? James Ray. Çox insan işlərinin hazırki vəziyyətinə baxır və deyir: "Bax mən beləyəm. Əslində siz belə deyilsiniz. Siz belə olmuşdunuz." Deyək ki, bank hesabınızda yetərincə pulunuz, insanlarla arzu etdiyiniz münasibətləriniz yoxdur və ya sağlamlığınız yaxud fiziki imkanınız artıq sizə əl vermir. Belə ki, bu sizin indiki halınız deyil. Bütün bunlar sizin keçmiş düşüncə və fəaliyyətinizin qalıq təzahürləridir. Başqa sözlə desək, biz daima keçmiş fikir və hərəkətlərimizin qalıqları arasında yaşayırıq. Siz işlərinizin hazırki vəziyyətinə baxıb ona istinad edərək özünüzü qiymətləndirirsinizsə, o zaman öz gələcək taleyinizi bu vəziyyətin təsiri altında saxlayacaqsınız. Biz hamımız düşündüklərimizin nəticəsiyik. Mən böyük mütəfəkkir Neville Goddard'ın 1954-cü ildə Lüzumsuzların kənarlaşdırılması adlı mühazirəsində oxunan bir üsulu sizinlə bölüşmək istərdim. Bu üsul mənim həyatıma çox böyük təsir etdi. Neville günün sonunda yatmazdan əvvəl bitməkdə olan günün bütün hadisələrini xatırlamağı məsləhət görür. Əgər bu gün hansısa anlar və ya hər hansı hadisə istədiyiniz kimi alınmayıbsa, beyninizdə onu yenidən sizi sevinç gətirəcək şəklə salaraq canlandırın. Nə vaxt bu hadisələri görmək istədiyiniz kimi şuurunuzda yenidən qurursunuz, o zaman siz köhnədən qalan taleyinizi təmizləyirsiniz və sabahki günə yeni bir siqnal göndərirsiniz. Bu üsulla siz gələcəyinizin yeni şəkillərini yaradır və köhnəlmiş obrazları da dəyişə bilirsiniz. Minnətdarlığın təsir edici qüvvəsi. Dr. Joe Vitale. Elə indi həyatınızı yenidən qurmaq üçün nə edə bilərsiniz? İlk növbədə minnətdar olduqlarınızın siyahısını tutun. Bu enerji axınını sizə doğru istiqamətləndirərək düşüncə tərzinizi dəyişəcəkdir. Əgər bu tapşırığı yerinə yetirənədək bütün diqqətiniz əldə edə bilmədikləriniz, şikayətləriniz və problemləriniz üzərində cəmlənirdisə, bundan sonra düşüncələrinizin istiqaməti dəyişəcəkdir. Sizə məmnuniyyət gətirən hər şeyə görə minnətdarlıq duymağa başlayacaqsınız. Minnətdarlığın ağlınızı kainatın yaradıcı enerjisi ilə tam əhəng yaratmasına gətirib çıxarması fikri əgər sizin üçün yenidirsə, o zaman ona diqqətlə nəzər salın və bunun doğru olduğunu anlayacaqsınız. Marci Shimoff. Həyatınıza daha çox yaxşılıqlar cəlb etmək üçün ən yaxşı üsul minnətdarlıqdır. Dr. John Gray. Psixoloq, yazıçı və dünya səviyyəsində mühazirəçi. Hər ər arvadının ona nəyəsə kiçik bir şeyə görə minnətdarlıq etdiyi zaman onun buna necə münasibət bəslədiyini bilir. Bu zaman o daha çoxunu etmək istəyir. Əsas iş razılıqdadır. Çünki biri minnətdarlığı, o biri isə himayədarlığı cəzb edir. Dr. John DeMartini. Biz nəyi düşünüb, nəyə şükür ediriksə, onu da gerçəkləşdiririk. James Ray. Təşəkkür mənə güc verən bir tapşırığa döndü. Hər səhər yuxudan oyanıb deyirəm, şükür. Mən səhər işlərimi görərkən, dişlərimi fırçalayarkən, minnətdar olduğum şeyləri xatırlayaraq onları bir-bir sadalayıram. Bunu sadəcə düşünərək əzbərlədiyim bir hərəkətə çevirmirəm. Öz düşüncələrimə, duyğularımı əlavə edirəm və minnətdarlıq hissini yaşayıram. James Ray'in bu əhvalatı danışdığı günü heç vaxt unutmuram. Ondan bəri Jamesin tapşırığını həyatıma gətirdim. Hər səhər yuxudan oyanarkən başlayan günümə və bütün həyatıma görə təşəkkür etmədən yataqdan qalxmıram. Bunu etdikdən sonra çarpayıdan qalxıram və bir ayağım yerə toxunduğu zaman deyirəm, şükür. Axırıncı hecanı deyərkən mən ikinci ayağımı yerə basıram. Vanna otağına gedərkən hər addım başı öz-özümə təkrarlayıram. Çox şükür.
Mən bu sözləri duş qəbul edib geyinərkən dönə-dönə təkrarlayıb minnətdarlıq hissi ilə doluram. Yeni günümə başlayarkən bəlkə 100 dəfə şükür etməyə imkan tapıram. Bax beləcə gələcək günümü və orada olacaqları özüm yaradıram. Mən çarpayıdan həvəssiz qalxaraq günün məni idarə etməsi əvəzinə bu gün üçün tezlik müəyyənləşdirib görmək istədiklərimi özüm təyin edirəm. Günə başlamağın şuurlu üsulundan daha qüvvətlisi yoxdur. Siz öz həyatınızın yaradıcısısınız. Ona görə də gününüzü şuurlu şəkildə qurun. Bəşər tarixindəki bütün görkəmli liderlərin təlimlərinin özülü minnətdarlıq olmuşdur. Yuval Noah Harari'nin 1910-cu ildə yazdığı Zəngin olmaq üçün elm adlı kitabında ən uzun fəsil minnətdarlığa həsr olunmuşdur. Sirdə iştirak edən hər bir mütəfəkkir üçün günün ayrılmaz hissəsi minnətdarlığa ayrılmış zamandır. Onlardan çoxu öz səhərlərinə minnətdarlıq haqqında düşüncələri və hissləri ilə başlayırlar. Möcüzəvi insan və uğurlu sahibkar Joe Sugarman Sir filminə baxaraq mənimlə tanış oldu. O minnətdarlıq üsulu ilə bağlı fraqmentin ən sevdiyi hissə olduğunu və həyatda əldə etdiklərini minnətdarlıqla 100 qat artırdığını söylədi. Ən xırda bir şeydə cəzb etdiyi hər bir uğurda Joe hər gün minnətdarlıqdan istifadə edir. O avtomobilinə dayanacaq üçün yer tapdığında hər zaman ürəkdən çox sağ ol deyir. Joe minnətdarlığın gücünü verir. Minnətdarlıq onun üçün artıq həyat tərzinə çevrilmişdir. Oxuduğum və sirrin yardımı ilə öz şəxsi həyat təcrübəmdən keçirdiyim hər şey minnətdarlıq hissinin hamısından üstün olduğunu təsdiq etdi. Siz əgər sirrin bütün təlimlərindən yalnız birini xatırlayacaqsınızsa, qoy bu minnətdarlıq olub sizin həyat tərzinizə çevrilsin. Dr. Joe Vitale, nə zaman artıq sizə verilənlərə başqa cür yanaşmağa başlayacaqsınız, o zaman siz daha çox yaxşılıqlar və həmçinin təşəkkür etmək üçün daha çox şeyi cəzb edəcəksiniz. Siz ətrafınıza nəzər salaraq deyə bilərsiniz: İstədiyim maşın mənim deyil, mənim istədiyim kimi evim yoxdur, istədiyim kimi həyat yoldaşım yoxdur, istədiyim kimi sağlamlığım yoxdur. Dayan. Bütün bunlar sənin istəmədiklərindir. Artıq sənin olan və minnətdar olduqların üzərində fikrini topla. Ola bilər ki, bunlardan biri elə bu sətirləri oxumaq üçün gözlərinizin olması faktıdır və ya geyindiyiniz geyim olsun. Bəli, ola bilər ki, siz başqa bir şeylərinizin olmasını istərdiniz, lakin əlinizdə olanlara şükr etməyi bacarsanız, digər istədikləriniz də tezliklə olacaqdır. Hər cəhətdən düzgün yaşayan bir çox insan yalnız təşəkkür hissinin çatışmadığına görə kasıb qalır. Əgər malik olduqlarınız üçün minnətdar deyilsinizsə, həyatınıza daha çoxunu gətirmək mümkün deyil. Nə üçün? Ona görə ki, siz təşəkkür hissini duymadıqda sizin şüalandırdığınız düşüncə və duyğular mənfi emosiyalardır. İstər qısqanclıq, istər kin olsun, narazılıq və ya çatışmazlıq hissi, bunlara bənzər duyğular istədiyinizi sizə verə bilməz. Onlar yalnız istəmədiklərinizi geri gətirə bilər. Mənfi hisslər sizi gələ biləcək xeyirdən də uzaqlaşdırır. Əgər yeni maşın istəyirsinizsə, lakin malik olduqlarınıza təşəkkür hissi duymursunuzsa, o zaman siz eyni ilə bu cür tezlik şüalandıracaqsınız. Malik olduqlarınız üçün elə indi minnətdar olun. Nə vaxt həyatda əldə etdikləriniz barəsində düşünəcəksiniz, o zaman fikirləriniz minnətdarlıq hissi oyadan daha yeni əşyalar və hadisələr şəklində sizə geri gələcəkdir. Sizə yalnız başlamaq lazımdır. Cazibə qanunu təşəkkür dolu hisslərinizi tutaraq ona bənzər olanları daha çox cəzb edəcəkdir. Siz təşəkkür tezliyinə düşürsünüz və dünyanın bütün möcüzələri sizin olur. Gündəlik minnətdarlıq təcrübəniz həqiqətən layiq olduğunuz var-dövlətin mənbəyi olacaqdır. Lee Braver, rifah üzrə təlimatçı və mütəxəssis, yazıcı, mürəbbi. Düşünürəm hər bir insanın belə dediyi müəyyən bir zaman aralığı olur. Heç nə istədiyim kimi getmir və ya hər şey pisdir. Bir dəfə ailəmdə xoşa gəlməzliklər baş verərkən bir daş götürdüm. Onu əlimdə tutaraq oturdum. Daşı cibimə qoyub öz-özümə dedim: bu daşa hər dəfə toxunduğumda həyatıma minnətdar olduğumu düşünəcəm. Hər sabah onu stolun üzərindən götürüb cibimə qoyurdum və təşəkkür edəcəklərimi xatırlayırdım. Bəs gecə mən cibimdəkiləri boşaldırdım və budur, yenə o daş stolun üstündədir.
Hərdən bu daşla bağlı maraqlı əhvalatlar baş verirdi. Bir dəfə Cənubi Afrikadan olan dostum cibimdən daşın düşdüyünü dedi. Dostum soruşdu: "Bu nədir?" Mən ona hər şeyi başa saldım və o da bu kiçik daşa minnətdarlıq daşı adını verdi. 2 həftə sonra elektron poçtuma Cənubi Afrikadan məktub gəldi. O yazırdı: "Mənim oğlum hepatitin nadir görünən bir növünə tutulub. O ölür. Xahiş edirəm mənə o minnətdarlıq daşından 3 dənə göndər." Mənim daşım adi bir çay daşı idi. Onu küçədən tapmışdım. Mən cavab yazdım: "Baş üstə." Dostuma xüsusi daşlar tapmaq istəyirdim. Ona görə də çay qırağına getdim. Ona bənzəyənləri tapdım və göndərdim. 4 ya 5 ay sonra mən ondan yenə məktub aldım. O yazırdı: "Oğlum xeyli yaxşılaşıb. O özünü əla hiss edir. Həmçinin, gör sənə nə demək istəyirəm. Biz minnətdarlıq daşından biri 10 dollardan 1000 dənə satmışıq və pulları xeyrəçiliyə xərcləmişik. Sənə çox minnətdar olduğumu bildirmək istəyirəm. Xeyirxahlığa köklənməyin necə vacib olduğunu yəqin ki görürsünüz. Böyük alim Albert Einstein gözümüz önündə zaman, məkan və cazibə qüvvəsi ilə bağlı inqilab etdi. Onun çətin keçmişinə və kasıb cavanlığına baxmayaraq, bütün bunlara çatdığına inanmaq çox çətindir. Einstein sirri yaxşı anlayırdı və o gündə ən azı 100 dəfə çox sağ ol deyirdi. O öz xidmətləri ilə ona daha çox öyrənmək və işində daha çox nailiyyətlər qazanmağa yardım edən elmi xidmətlərinə görə özündən əvvəl yaşamış elm xadimlərinə təşəkkür edirdi. Bəlkə də arzuladığına daha tez nail olmaq üçün minnətdarlıq ən təsirli üsullardan biri kimi yaradıcılıq prosesinə daxil edilmişdir. Bob Proctor'un da məsləhət gördüyü kimi yaradıcılıq prosesinin ilk addımı olan istəmək zamanı arzuladığınız hər şeyi yazın. Hər cümləni bu sözlə başlayın: "Mən indi çox xoşbəxtəm" və öz arzunuzu yazın. Bunun üçün çox minnətdaram və təşəkkür edirəm. İstədiyinizi artıq almısınızmış kimi onun üçün çox sağ ol dedikdə siz kainata çox güclü siqnal göndərirsiniz. Onun üçün təşəkkür etdiyinizə görə bu siqnal arzuladığınızın artıq sizdə olduğunu deyir. Hər səhər yatağınızdan qalxmazdan əvvəl o artıq bitibmiş kimi yeni gününüzün gözəl keçdiyinə görə qabaqcadan təşəkkür edib minnətdarlıq hissini duymağı adət halına gətirin. Sirri kəşf etdiyim və bu kamilliyi dünya ilə bölüşmək arzusunun təsvirini öz idrakımda qurduğum andan etibarən mən insanlara sevinç bəxş etmək iqtidarında olduğum üçün hər gün sir filminə təşəkkür edirdim. Mən bu bilikləri hansı yolla ekranlaşdıracağımı heç təsəvvür belə etmirdim, lakin onu tapacağımıza, cəzb edəcəyimizə inanırdım. Mən son nəticənin təsvirini öz təfəkkürümdə qoruyub saxlayırdım və qabaqcadan dərin minnətdarlıq hissi duyurdum. Beləliklə bu mənim daimi halıma döndüyü zaman kainatın şülüzü açıldı və sehr həyatımıza sel kimi axmağa başladı. Sirrin gözəl çəkiliş qrupunun hər bir üzvü və mən özüm elə bu gün də ürəkdən dərin minnətdarlıq hissi duyuram. Biz hər saniyəni təşəkkür şüalandıran bir komandaya çevrildik və artıq bu bizim həyat tərzimizdir. Təxəyyül ilə qüdrətli yaradıcılıq prosesi. Təxəyyül, vizualizasiya. Hazırda və əvvəllər yaşamış bütün mürəbbi, müəllim və avatarlara öyrədilən düşüncə prosesidir. Charles Yenel'in 1912-ci ildə yazdığı The Master Key System, Kamil Açar Sistemi kitabında təxəyyülü mənimsəmək üçün 24 həftəlik çalışmalar verilmişdir. Daha vacib olan isə budur ki, Kamil Açar Sisteminin tam təsnifatı sizə öz düşüncələrinizin sahibi olmağa kömək edəcəkdir. Təxəyyül prosesi arzuladığınıza nail olduğunuzun təsvirini ağlınızda yarada bildiyi üçün və ona uyğun hiss və düşüncələri qabaqcadan hiss etdirdiyi üçün qüdrətlidir. Daha sadə dillə desək, təxəyyül prosesi fikirləri və düşüncələri təsvirlər vasitəsilə canlandırır və bu səbəblə güclü adekvat hissiyat yaradır. Təxəyyül prosesi zamanı siz kainata çox təsirli tezlik dalğalandırırsınız. Cazibə qanunu sizin siqnalınızı qəbul edərək təsəvvür etdiyiniz şəkilləri və sürətləri sizə geri verəcəkdir. Dr. Dennis Ueltli. Mən vizualizasiyanı Apollo'nun təlim proqramlarından götürüb 1980-1990-cı illərdəki Olimpiya proqramına təyin etmişəm. Bu xəyali motor hazırlığı adlandırılırdı. Siz təxəyyülünüzdə təsəvvür etdiyinizi gerçəkləşdirirsiniz.
Ağıl möcüzəvi cisimdir. Bir çox mürəkkəb təchizatlı ötürücülərlə və geriyə rabitə sistemi ilə bağlı olan olimpiya atletləri trasda necə qaçdıqlarını düşüncələrində canlandırırlar. Təəccüblüsü isə budur ki, təsəvvür vaxtı idmançıların gerçəkdə qaçdıqları zaman hərəkət edən əzələləri hərəkət edirdi. Bu necə olur? Cavabı budur ki, beyin sizin bunu gerçəkdən etdiyinizi yaxud şuurunuzdakı təlim olduğunu ayıra bilmir. Əgər siz təsəvvürünüzdə haradasa olmusunuzsa, mütləq cismən orada olacaqsınız. İxtiraçılar və onların ixtiraları haqqında düşünün. Wright qardaşları və aeroplan, George Eastman və kino, Thomas Edison və elektrik lampası, Alexander Graham Bell və telefon. Yalnız bir səbəblə ixtiralar baş verir. İnsan öz ixtirasını təsəvvürlərində aydın şəkildə görür. Belə ki, o, son nəticəni göstərən şəkli beynində davamlı saxlayır və bu zaman kainat bütün gücü və bu insanın vasitəsilə kəşfi yer üzünə göndərir. Bu insanlar sirri anlamışdılar. Onlar daxili xülyalarına, öz qüdrətlərinə, kainatın düzənini dəyişmək bacarığına və ixtiralarını gerçəyə çevirə biləcəklərinə möhkəm və tam şəkildə əmin olur və inanırdılar. Bu alimlərin inam və təxəyyül prosesləri bəşəri təkamülü irəliyə doğru aparmışdır və biz indi onların yaradıcılıqlarının məhsullarından hər gün bəhrələnirik. Ola bilər ki, siz belə deyəcəksiniz. Axı mənim ağlım o böyük ixtiraçıların ağlı kimi deyil. Siz onların belə şeyləri xəyal edə biləcəklərinə inanırsınız, amma özünüzün bacaracağınıza inanmırsınız. Əgər siz belə fikirləşirsinizsə, özünüzə həqiqi dəyər vermək qabiliyyətindən çox uzaqsınız. Siz sirrin güclü bilgilərini özünüz üçün açdıqca, sizin də ağlınızın o cür qurulduğunu, hətta daha möhtəşəm imkanların olduğunu anlayacaqsınız. Mike Dooley, nə zaman ki siz şuurunuzda bir təsviri canlandırıb daima bunun nəticəsi üzərində fikrinizi toplayırsınız, o zaman siz vizuallaşdırırsınız. Misal üçün, əlinizin xüsusiyyətlərinə baxın. Elə indi dərinizin rənginə, üzüyünüzə, dırnaqlarınıza yaxşıca baxın və ən kiçik təfərrüatı ilə onları yadda saxlayın. Gözlərinizi yummazdan əvvəl təsəvvür edin ki, bu əllər yeni avtomobilinizin sükanını sıxır. Dr. Joe Vitale, bu həddən artıq gerçəyə bənzəyən canlı və rəngarəng holoqrafik təcrübədir. Hətta bu maşını almaq istədiyinizi deyil, siz onun artıq sizdə olduğunu daxilən hiss edirsiniz. Dr. Vitale'nin sözləri təxəyyül zamanı gəlməli olduğunuz vəziyyəti çox gözəl təsvir edirdi. Əgər siz fiziki dünyada gözünüzü açdığınız zaman heyranlıq hissini hələ də duyursunuzsa, o zaman təxəyyülünüzün həyata keçməsi mümkünləşmişdir. Çünki hissiyatın belə səviyyəsi elə gerçəyin özüdür. Bu, hər şeyin yarandığı sahədir. Fiziki gerçəklik isə yalnız həqiqi yaradıcılıq sahəsində meydana gələnlərin nəticəsidir. Bax, ona görə də arzuladığınıza olan ehtiyacınızı siz daha hiss etmirsiniz. Çünki doğru tezliyə köklənmisiniz və təxəyyül vasitəsilə gerçək yaradıcılıq sahəsini duymusunuz. Belə bir sahədə siz istədiyiniz hər şeyi elə indi alırsınız. Onu hiss etdiyiniz zaman bunu anlayacaqsınız. Jack Canfield. Bu sadəcə təsvir və ya düşüncə deyil, həqiqətən cazibə yaradan hissdir. Çox adam belə fikirləşir. Hə, mən pozitiv düşünürəm, istədiyimi təsəvvür etməyi bacarıram. Yəqin ki, bu bəsdir. Lakin əgər bunların hamısını edib hələ də məmnuniyyət, fərəh və sevgi hisslərini duymursunuzsa, deməli sizin hərəkətləriniz cazibənin gücünü yaratmağa yetərli deyil. Bob Doyle, sanki artıq öz maşınınızda oturmusunuz kimi hiss etmək lazımdır. Yoxsa belə bir maşın istəyərdim və ya nə vaxtsa mənim də belə bir maşınım olacaq deyə fikirləşməyin. Çünki buna bənzər düşüncələrlə bağlı hisslər də tamamilə aydındır. Bunların heç biri indiyə deyil, gələcəyədir. Əgər sizin hissləriniz belədirsə, o zaman arzularınız da hər zaman gələcəyə qalacaqdır. Michael Bernard Beckwith. İndi sizin hissləriniz və təxəyyülünüz kainatın gücünün keçməyə başladığı açıq bir qapıya çevriləcəkdir. Mən bu gücün nə olduğunu bilmirəm. Bildiyim sadəcə onun varlığıdır. Jack Canfield. Necə sualına cavab bizim işimiz deyil. Necə özü arzunuza məqsədyönlü şəkildə olan inamınız nəticəsində ortaya çıxacaqdır. Mike Dooley. Necə
kainatın işidir. O hər zaman sizin arzunuza gedən ən sadə, ən sürətli və ən uyğun yolu özü seçir. Doktor Joe Vitale, əgər hər şeyi kainatın öz öhdəsinə buraxsanız, arzuladığınızın sizə necə təqdim olunduğuna təəccüb edəcəksiniz. Əsl sehr və möcüzələrin baş verməsi burdadır. Təxəyyül prosesini necə gerçəkləşdirdiyinizi sirrin mürəbbiləri çox gözəl anlayırlar. Nə zaman ki, təsvirlər sizin şuurunuzda canlanır və siz onu gerçəklik kimi duyursunuz, o an artıq arzuladığınızın hazırda sizin olduğuna inam yaranır. Arzuladığınızın sizə necə gələcəyinin dərdini çəkməyin. Fikrinizi son nəticə üzərində topladıqda, siz həmçinin kainata olan etimadınızı göstərirsiniz. Təfəkkürünüzdə artıq hər şey bitmişdir. Sizin hissləriniz baş verəcək hadisələrin təqdimatçısıdır. Sizin ağlınız və vücudunuz isə hər şeyi artıq həyata keçmiş kimi görür. Təxəyyülün hünəri bax budur. Doktor Joe Vitale, bunu həyatınızda hər gün etmək istəyirsiniz, lakin onu heç vaxt gündəlik məişət hadisəsinə və məcburiyyətə çevirməmək lazımdır. Sirdə həqiqətən vacib olan pozitiv köklənməkdir. Əsas olan budur ki, proses zamanı siz hər şeydən zövq alıb özünüzü günbəgün daha yaxşı, həvəsli, şən və xoşbəxt hiss etmək istəyəsiniz. Hər kəsin təxəyyüldə qurma bacarığı var. İzin verin, mən bunu sizə mətbəxin təsviri ilə misal göstərərək isbat edim. Bunun alınması üçün birincisi mətbəxinizlə bağlı bütün fikirləri beyninizdən atın. Mətbəxiniz haqqında düşünməyin. Oradakı bütün təsvirləri ağlınızdan silin. Fincanları, masanı, soyuducunu, kafeli və ümumiyyətlə bütünlüklə rəng ahəngini. Siz öz mətbəxinizin təsvirini təxəyyülünüzdə gördünüz, elə deyilmi? Çox gözəl. Siz elə indicə təxəyyül də qurdunuz. İnsanlar bilərəkdən və ya bilməyərəkdən xəyal edir. Təxəyyül uğurun ən möhtəşəm sirridir. Doktor John DeMartini kəşflərin işığında mövzusundakı seminarında deyir: Bəlkə siz xəyalınızdakı təsviri hərəkətsiz yaradırsınız. Bu vaxt onu beyninizdə saxlamaq çətin olacaq. Bunun üçün də təsəvvürlərinizə daha çox hərəkət qatmağı məsləhət görürəm. Yenə də mətbəxinizi təsəvvür edərək xəyal qurun. Bu dəfə gözünüzün önünə ora necə daxil olduğunuzu gətirin. Soyuducuya yaxınlaşırsınız. Dəstəyindən tutursunuz. Qapısını açırsınız. İçinə baxıb bir şüşə soyuq su tapırsınız. Onu götürün. Su şüşəsini götürdükdə həmin soyuğu ovucularınızda hiss edəcəksiniz. Bir əlinizdə su şüşəsi var. O biri ilə soyuducunun qapısını örtürsünüz. Siz indi mətbəxinizi kiçik detallarına qədər hərəkətli təsəvvür etdiniz. Belə bir şəkil təsəvvürünüzdə saxlamaq daha asandır, elə deyilmi? Biz hamımız dərk etdiyimizdən daha artıq gücə və böyük imkanlara malikik. Hərəkətin təsirli üsulları. Marsi Şimov, həqiqətən həyatın sehr və möcüzələri içində yaşayan insanlarla digər canlılar arasında yeganə fərq onların varlığın nizamlanmasını dərk etməsindədir. Cazibə qanunundan istifadə etməyi bacardıqları üçün onlara hər yerdə möcüzələr nəsib olur. Çünki onlar hər zaman bu barədə xatırlayırlar və yalnız bir hadisə üçün deyil, qanundan daima istifadə edirlər. Cazibə qanununun və kainatın qüsursuz fəaliyyətini parlaq şəkildə göstərən iki olmuş əhvalatı danışmaq istəyirəm. İlk əhvalat Sinin adlı bir qadın haqqındadır. O sirrin DVD-sini alıb, oradakı nəsihətlərin vücudunun hər hücrəsinə daxil olması üçün gündə azı bir dəfə ona baxırmış. Sinində xüsusi təəssürat oyadan Bob Proctor olmuşdu və o, onunla görüşməyin necə möcüzə ola biləcəyini düşünmüşdü. Bir gün səhər Sinin öz poçt qutusunu yoxlayarkən poçtalyonun Bob Proctora ünvanlanmış bir məktubu bura atdığını görüb çox heyrətə gəlir. Sinin təsəvvür belə edə bilməzdi ki, Bob Proctor ondan cəmisi 4 məhəllə aralı yaşayır. Sadəcə bu deyil, hətta Sininlə Bobun ev ünvanları da üst-üstə düşürdü. O məktubu düzgün ünvana çatdırmaq üçün götürdü. Qapı açılarkən Bob Proctorun onun kandarında durduğunu gördüyü zaman onun sevincini təsəvvür edə bilərsiniz. Bob öz mühazirə və seminarları ilə bütün dünyanı dolaşdığı üçün evdə çox az olurdu, lakin kainat lazımı zamanı bilirdi. Sininin Bob Proctorla görüşün necə möcüzəvi olacağı fikrinə görə cazibə qanunu insanları, vəziyyəti və hadisələrin yerini bunun baş verməsi üçün dəyişdi. İkinci əhvalat isə 10 yaşlı Colin adlı oğlanla baş vermişdi. O sirrə baxmışdı və onun ideyalarını mənimsəmişdi.
Collinin ailəsi bir həftəlik Disney World-ə getmişdi və parkdakı ilk günü onlar uzun növbələrdə gözləməklə keçirmişdilər. Yatmazdan əvvəl Collin düşündü. Sabah mən əyləncə mərkəzinə gedəcəm və növbə gözləməyəcəm. Ertəsi gün Collin və onun valideynləri Epcot Centerin qapılarına yaxınlaşdılar və park açıldıqda Disney World-in əməkdaşları onları qarşılayıb Epcot mərkəzinin günün birinci ailəsi olmaqlarını təklif etdilər. İlk ailə kimi onlara xüsusi qonaq statusu, parkın əməkdaşları tərəfindən xüsusi mühafizə dəstəyi və Epcotun bütün attraksiyonlarına sərbəst giriş haqqı düşürdü. Hər şey Collinin arzuladığı kimi idi. Hətta daha artıq. Həmin günün parkın açılışını yüzlərlə ailə gözləyirdi. Ancaq Collin bir an belə şübhə etmədi. Elə bunun üçün də onun ailəsini günün ailəsi seçdilər. O bütün bunların sirdən istifadə etdiyi üçün baş verdiyini anlayırdı. İçinizdə dünyanı yönəldən bir qüvvənin olmasını 10 yaşında öyrənməyin necə bir kəşf olduğunu təsəvvür edin. Sizin xəyalınızın gerçəyə dönməsinə onu yaradan gücdən savayı heç nə mane ola bilməz. James Ray, bəzi insanlar doğrudan da bu ideyanı təqib edib ona tutunaraq deyir: "Bu filmə baxıb lap həvəsə düşmüşəm. Həyatımı dəyişməyə hazırlaşıram." Nəticə isə hələ də yoxdur. Çünki o yüksəklikdə uğur qazanmağa hazır olan bir vaxtda sadəcə ilkin nəticələrə baxaraq deyir: "Yox, bu deyəsən işləmir." Bu an bilirsinizmi nə olur? Kainat cavab verir: "Arzunuz mənim üçün qanundur." Və hər şey yox olur. Ağlınıza şübhə dolu bircə düşüncənin belə girməsi cazibə qanununun tezliklə bir-birinin ardınca buna oxşar fikirləri cəzb etməsi üçün kifayətdir. Əgər ağlınıza şübhələr damırsa, ləngimədən onu uzaqlara qovun, qoyun getsin. Onu bu düşüncə ilə əvəz edin. Mən bilirəm ki, indi qəbul edirəm. Və bunu dərindən hiss edin. John Assaraf, cazibə qanunu haqqında öyrəndikdə onu sınayıb nə alınacağına baxmaq istədim. 1995-ci ildə mən qazanmaq və cəzb etmək istədiklərimin, belə desək, təxəyyül lövhəsini hazırladım. Misal üçün, saat, maşın və ya həyat yoldaşı və hər arzumun təsvirini bu lövhəyə asdım. Mən hər gün iş masamın arxasında əyləşib bu lövhəyə baxaraq xəyal qurmağa başlayırdım. Artıq mən özümü elə hiss edirdim ki, bütün bunlar sanki həqiqətən mənimdir. Sonra isə köçməyə hazırlaşdım və bütün mebeli, yeşikləri saxlamaq üçün ambara yığdıq. 5 il ərzində mən 3 dəfə yer dəyişdirdim və nəhayət Kaliforniyaya gəlib çıxdım. Bu evi aldım. 1 il ərzində onu təmir etdirdim, daha sonra isə ambarda qalan əşyalarımı gətirdim. Bir gün səhər oğlum Kənan kabinetə yanıma gəldi və qapıdan girərkən ayağı orada 5 ay bağlı qalmış yeşiklərdən birinə ilişdi. "Bu yeşiklərdə nə var ata?" deyə o soruşdu. Mən isə dedim: "Bu mənim təxəyyül lövhəmdir." "O nədir ki?" Mən cavab verdim: "Ürəyim, qoy onları sənə göstərim. Onda daha yaxşı dərk edərsən." Mən yeşikləri açdım və lövhələrin birində mənim 5 il əvvəl xəyalını qurduğum evin rəsmi var idi. Mən dəhşətə gəldim. Çünki biz indi həmin evdə yaşayırdıq. Ona bənzər deyil. Həqiqətən özüm də bilmədən mən arzuladığım evi alıb təmir etdirmişdim. Mən rəsm olan lövhəyə baxdım və ağladım. Çünki qəlbimin dərinliklərinədək heyrət içində idim. Kənan soruşdu: "Nə üçün ağlayırsan?" Mən nəhayət cazibə qanununun necə işlədiyini gördüm. Mən nəhayət təxəyyülün gücünü duydum. Mən nəhayət bütün oxuduqlarımı anladım. Axı ömrüm boyu üzərində çalışdığım, şirkətlərimi sayəsində yaratdığım evim üçün də işləmişdi. Mən hətta özüm də duymadan arzuladığım evimi almışdım. Təsəvvür hər şey deməkdir. Bu gələcək hadisələrə ilkin baxışdır. Siz təxəyyül lövhəsinin yardımı ilə öz təxəyyülünüzün var gücü ilə şiddətlənməsinə imkan yarada bilərsiniz. Nə olmasından asılı olmayaraq istədiyiniz hər bir şeyin, həyatınızı necə görmək istədiyinizin rəsmlərini ora asın. John Assarafın da etdiyi kimi lövhəni onu hər gün görə biləcəyiniz bir yerə qoyun. Bu əşyaların artıq sizə malik olduğunu hiss edin. O nöqteyi nəzərdən ki, siz artıq arzuladıqlarınızı alıb minnətdarlıq hissi duyursunuz. Köhnə rəsmləri yeniləri ilə əvəz edə bilərsiniz. Bu uşaqları cazibə qanunu ilə tanış etməyin ən gözəl üsuludur. Ümidvaram,
Təxəyyül lövhəsinin yaradılması təşəbbüsü bütün dünyada valideynlər və müəllimlərdə ruh yüksəkliyi yaradacaqdır. Sir vebsayt forumundan bir nəfər belə bir lövhəyə DVD filminin bir təsvirini yapışdırıbmış. Bundan 2 gün sonra qəfil mənə belə bir həvəs gəldi ki, forumda ilk 10 cavab verənə filmin diskini verim və mən elan yerləşdirdim. Həmin insan onluğa düşdü. O rəsmi təxəyyül lövhəsinə asdıqdan 2 gün sonra filmin sürətini aldı. Fərq etməz, istər sirrin diski, istərsə ev olsun. Bunlar hamısı yaradıcılıq prosesinin bizlərə bəxş etdiyi ecazkar əlamətidir. Vizualizasiyanın gücü barəsində anam yeni ev almaqla bağlı öz təcrübəsindən bir əhvalat danışmışdı. O ev almaq istəyirdi, amma ondan başqa da bu evin bir neçə müştərisi var idi. Anam evə almaq üçün sirdən istifadə etmək qərarına gəldi. O masaya əyləşib adını yeni ünvana, bu evin ünvanına dəfələrlə yazdı. O özünün həqiqətən bu ünvanda yaşadığına inananadək bu işi davam etdirdi. Daha sonra isə öz yeni evində mebeli necə düzəcəyini təsəvvür etdi. Bütün bunları etdikdən bir neçə saat sonra ona zəng vurub evin ona qaldığını deyirlər. O çox şad oldu, lakin bir o qədər də təəccüblənmədi. Çünki əvvəlcədən evin artıq ona mənsub olduğunu bilirdi. Afərin. Jack Canfield. Nə istədiyinizi seçin. Onu ala biləcəyinizə inanın. Ona layiq olduğunuza və bunun mümkün ola biləcəyinə inanın. Sonra isə hər gün bir neçə dəqiqə olmaq şərti ilə gözlərinizi yumaraq arzuladığınıza artıq malik olduğunuzu təsəvvür edin və onun sizinki olduğunu hiss edin. Bundan sonra isə diqqətinizi bəxtinizdən necə razı olmağınız barəsindəki fikirlər üzərində cəmləyin və ona minnətdarlıq hissi duyub ondan həzz alın. Daha sonra öz gününüzə davam edin və kainatın mütləq sizi arzuladığınıza çatdıracağını düşünün. Sirlərin qısa məzmunu. Ümid nəhəng cəzbedici qüvvədir. İstəmədiyinizi gözləməyin, istədiyinizin alınacağına ümid edin. Minnətdarlıq. İstədiyinizi həyata keçirmək üçün edilən səyləri artıran ən təsirli üsuldur. Malik olduqlarınız üçün minnətdarlıq edin və siz daha çox yaxşılıqlar cəzb edəcəksiniz. Əvvəlcədən öz istəyiniz üçün edilən minnətdarlıq kainata ən güclü siqnalı göndərər, arzunuza xüsusi güc verər. Təxəyyül, idrakınızda arzuladığınızı mənimsəməyinizin təsvirinin yaranması üsuludur. Təxəyyül zamanı siz arzuladığınızın artıq sizə mənsub olması kimi hisslər və düşüncələr əmələ gətirirsiniz. Cazibə qanunu isə bunu xəyalınızda gördüyünüzü gerçəkləşdirib sizə geri verəcəkdir. Cazibə qanunundan yalnız bir səbəb üçün deyil, bunu adətə çevirməklə hər zaman başqa səbəblər üçün də istifadə edin. Onu həyat tərzinizə çevirin. Hər günün sonunda yuxuya getməzdən qabaq günün bütün hadisələrini yada salın. Əgər hansısa hadisə və ya anlar sizi qane etmirsə, onları şüurunuzda sizin üçün daha xoş ola biləcək şəkildə yenidən səhnələşdirin.